həkim hər hansı bir əməliyyata girəndə, hər hansı bir diaqnozu qoyanda o artıq bilir ki, qanun onun arxasındadır. Lamia Adil qızı bir neçə ay əvvəl həkim səhlənkarlığı ucbatından anası Ziyafət Səfiyevanın vəfat etdiyini deyir. Onun sözlərinə görə Respublika Diaqnostika Mərkəzində keçirdiyi əməliyyatdan sonra anasının beyninə qan sızıb, lakin saatlarla heç kim müdaxilə etməyib. Tibbi protokollara əsasən 5 dəqiqə içində müdaxilə olunmalı xəstəyə hardasa 4-6 saat aralığında gecikmə olur və o müdaxilə zamanı qansızma təmizlənir, hematoma oradan götürülür və orada o əməliyyat zamanı Tural rəhimli əməliyyatdan çıxandan sonra mənə heç bir məlumat vermir. Hansı müdaxilələr olunub, anamın vəziyyəti necədir və təbii ki, birbaşa reanimasiyaya qaldırıldı. Anamın o əməliyyatdan sonra anam bir daha həminki qadın ola bilmədi. Qafqaz info saytına müsahibə verən həkim Tural Rəhimli isə iddiaların doğru olmadığını deyib. O, xəstəyə zamanında müdaxilə edildiyini bildirib. Lamia Adil qızı onu da əlavə edir ki, müşahidə altında saxlanılmalı olan anası evə göndərilməyə uyğun görülüb. Lakin bir neçə gün sonra anasının onsuz da pis olan əhvalı daha da ağırlaşıb və yenidən xəstəxanaya aparılıb. Beləcə, beyin əməliyyatı keçirmiş Ziyafət Səfiyeva tamamilə fərqli səbəbdən qan zəhərlənməsindən həyatını itirib. Və orada qeyd olunur ki, Səfiyeva Ziyafət klinik şəraitdə müşahidə altında saxlanılması zəruridir. Mən bu biopsiya nəticəsini göstərirəm və deyirəm ki, doktor, mənim anamı qarantiya verirsinizmi ki, sağalmayana da ki, xəstəxanadan çıxarmayacaq. O da mənə gülür, deyir ki, Laimə xanım, sizin ananız artıq klinikadadır. Mən deyirəm, doktor, mən başa düşürəm, amma mən xüsusilə qeyd eləmək istəyirəm ki, mən sizin tibbi personaldan, tibb bacılarının məsuliyyətsizliyindən, iş başında yuxulamasından, anamın ağrıları olarkən ona müdaxilə etməməsindən şikayətçiyəm. Bu məqamla bağlı həkim Tural Rəhimli deyib ki, xəstələr evə yalnız ayaq üstə, tam sağlam şəkildə yazılmır. Müalicənin xəstəxana zərurəti yaradan qismi bitibsə, ev şəraitində müalicə şərti ilə də evə yazıla bilər. Hadisə ictimailəşdikdən sonra Yasamal rayon prokurorluğunda araşdırma başladılıb. Ziyafət Səfiyevanın həkim Tural Rəhimlinin səhlənkarlığı ucbatından vəfat edib etmədiyini araşdırmaq üçün məhkəmə tibbi ekspertizası keçirilib. Tərtib olunan komissiya hər hansı peşə səhlənkarlığı olmadığı qənaətinə gəlib. Lamia Adil qızının iddiasına görə məhkəmə tibbi ekspertiza komissiyasının sədri ilə həkim Tural Rəhimlinin yaxın dostluq əlaqələri olub. Heç bir yaxın əlaqəsi, dostluq münasibətləri olan hər hansı bir şəxs belə bir hüquqi müstəvidə digər bir həkim və ya həmkarı üçün mütəxəssis rəy yaza bilməz. Bu böyük bir qanun pozuntusudur və təbii ki, biz vəkilimlə buna etiraz eləmişik. Və Səhiyyə Nazirliyi bizlə bilmirəm zarafat eləyir, yoxsa neynəməyə çalışır. Eyni şəxsi Rövşən Xəlilzadənin təkrar komisyon ekspertizanın başına mütəxəssis olaraq təyin olunur. Və təbii ki, hər iki ekspertizanın rəyi həkimin lehinə çıxır. Bu da nə deməkdir? Müstəntiq cinayət işi aça bilmir. Məhkəmə ekspertizasının fəaliyyəti haqqında qanuna görə təyin olunan ekspertlərin müstəqil olması vacibdir. 6-cı maddəyə görə ekspertin tərəflərdən və işin nəticəsində maraqlı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Bununla yanaşı, proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədilə ekspertə hər hansı formada təsir göstərməsi də qadağan olunur. Bütün bunlara baxmayaraq, qanun alternativ müstəqil ekspertizanı istisna edir. Hüquqşünas Səməd Rəhimli alternativ ekspertizanın əslində həlledici ola biləcəyini düşünür. Lakin onun fikrincə, problem həm də ekspertiza keçirən həkimin qərəzsizliyini təmin edə biləcək sistemin olmamasındadır. Söhbət obyektiv qərəzsizlik və ya obyektiv tərəfsizlikdən gedir ki, o həkim peşə həmrəyliyi dırnaq arasında deyirəm bunu, peşə həmrəyliyindən çıxış eləyərəkmi bu rəyi verib, o motivlə mi verib ki, öz kolleqasını qorusun, yoxsa həqiqətən mürəkkəb bir məsələ ilə bağlı, tibbi müdaxilə ilə bağlı bir rəy mi verib? Bunları aydınlaşdırmaq çox çətindir. Bu kompleks məsələdir və bu, yəni başqa ölkələrdə də bu problem var, amma Azərbaycanda bu problemə qarşı mübarizə mexanizmləri, bu problemlərdən qaldırılması mexanizmləri zəifdir. Səməd Rəhimli həm də səhiyyə sisteminin təşkilati və texniki sisteminin qurulmasının sorğulanmalı olduğunu bildirir. Bununla yanaşı problemlərin həlli üçün səhiyyə siyasəti, səhiyyədə korrupsiyalaşma və ədliyyə sisteminin işləmə mexanizmləri də diqqətə alınmalıdır. Bu həm də xəstənin qəbulundan buraxılışına qədər olan bir periodda, səhiyyə sisteminin təşkilati texniki aspektin qurulmasından da bağlıdır.
Vaxtında qəbul olunurmu? Vaxtında müayinədən keçirmi? Ə, Keçirilən müayinə əsasında konsultasiya qaydasında mı edilibdir? Milli Məclisin Səhiyyə Komitəsinin üzvü deputat Pərvanə Vəliyeva isə Xəzər xəbəri açıqlamasında tibbi ekspertiza üzrə yetərincə mütəxəssisin olmamasına diqqət çəkib. Mütəxəssis azdır ölkə üzrə, ancaq dövlət tərəfindən həyata keçirilir. Yəni özəldə heç bir müstəqil bu işi həyata keçirən yoxdur. Belə olduqda xəstə yaxınları həm itkinin ağrısını, həm də ədalət axtarışının ağır yükünü daşımalı olur. Müstəqil ekspertiza mexanizminin olmaması təkrarlanan rəyləri, qanunda yazılan qərəzsizlik prinsipini praktikada sual altına alır. Nəticədə isə məsələ təkcə bir ailənin faciəsi olmur. Səhiyyə və ədalət sisteminə ictimai etimadı sarsıdır.